Salam. Dünən sizə İlham Əliyevin məhsulu olan 2 bəd xəbər vermişdim. Bugün bəd xəbər yox, pis xəbər verəcəm. O xəbər bundan ibarət idi ki, Qarabağ qazilərinin hüquqlarını qoruyan Hacı Vəliyevi saxlamışdılar və biz bilmirdik ki, onu hansı əsasla saxlayıblar, cinayət işi açılıb, yoxsa inzibati həbs veriblər. İkinci hadisədə Xalq Cəbhəsi sədri Əli Kərimliyə ictimai əsaslarla bəzən sürücülük edən cəbhəçi Zaur Ruzalının saxlanması ilə bağlı idi. Onun da taliyi qeyri-müəyyən idi. Dünən axşam ikisinin də müqəddəratı məlum oldu. Bəlli oldu ki, hökumət qondarma onlara qarşı maddələr irəli sürüb və hər ikisinin 30 sutkalıq azadlıqdan məhrum edib. Bunu nə qədər təəccüblü olsa da, o insanları tanıyan, onların günahsızlığına əmin olanlar sevinclə qarşılandı. Düşünə bilirsiniz, Azərbaycan hansı yerə gəlib çatıb ki, 30 sutka insanın azadlıqdan məhrum edilməsinə biz sevinirik. Çünki bilirik ki, bu şər rejim elə qabiliyyətdədir, elə mənəviyyatdadır ki, heç nədən insanları 10 illik, 9 illik, 8 illik azadlıqdan məhrum edə bilər. Belə bir şəraitdə kiminsə sutkalıq həbs olunması şad xəbər sayılır. Bu məşhur bir lətifəni yada salır, yəqin ki, çoxlarınız bilir. 2 nəfəri asmağa aparırlar. Yol o dar ağacına gedərkən aslanlardan biri buna da şükür, buna da şükür ay Allah deyir. İkinci adam bu şükürlərdən bezir, deyir ki, kişi ölməyə gedirik, burada şükür elinəsi nə qaldı? O deyir ki, bala bilmirsən, bunlar kəndirin pulun bizdən ala bilərdilər. Buna oxşar çoxlu lətifələr var. Yəni, Azərbaycanda İlham Əliyevin qurduğu bu görməmiş əzlaf sistem elə bir reallıq yaradıb ki, biz burada yaxşı xəbərlər intizarında deyilik. Burada bizim 2 seçimimiz olur həmişə. Ya pis xəbər, ya da çox pis xəbər. Yəni, o qədər çox pis xəbərlər, bəd xəbərlər bombardımanı altında yaşayırıq ki, burada pis xəbər yaxşı hal kimi yozunur. Bu anormal vəziyyəti ölkəmizdə yaradanlar bəllidir, onların memarları bəllidir, qurbanlar isə bütün xalqdır. Biz bu əzlaf gedişatı dayandırmalıyıq. Sağ olun. Yaxşı xəbərlər ümidi ilə.